Hər kəsə salam. Natamam qeydlərin sadəcə 4-cü epizodunda xoş gördük. Mənim adım Elman. Keçən epizodda biz Azərbaycan TikTokundakı vəziyyətdən, oradakı dəyərlər boşluğundan və bunun gənc nəslə təsirindən danışdıq. Valideynlər narahatdır. Gənclər özləri də bu bataqlıqdan çıxmaq istəyirlər. Amma mən o videodan sonra çox düşündüm. Hiss etdim ki, biz sadəcə problemin səthinə toxunmuşuq. Biz TikTokda gördüyümüz o əxlaqsızlığı mühakimə etdik. Amma bunun arxasındakı əsl gücü, alqoritmi tam analiz etmədik. Bugün mən istəyirəm ki, biz miqyası biraz böyüdək. Söhbət təkcə TikTokdan getmir. Instagram, YouTube, Facebook, Twitter, bütün bu platformalar əslində tək bir məqsədə xidmət edir. Və bu məqsəd bizim düşündüyümüzdən daha çox qorxuludur. Bugün biz rəqəmsal köləlik haqqında danışacağıq. Alqoritmlərin bizi necə bir laboratoriya siçanına çevirdiyini, psixologiyamızla necə oynadığını və ən əsası azad iradəmizi necə əlimizdən aldığını söküb yenidən yığacağıq. Bu epizod biraz uzun olacaq. Çünki mövzu sadə bir TikTok pistir söhbətindən getmir. Bu bizim beyinlərimiz üçün gedən müharibənin analizidir. Hazırsınızsa başlayaq. Gəlin fundamental bir sualdan başlayaq. Alqoritm əslində nədir? Çoxumuz düşünürük ki, bu sadəcə bizə maraqlı videoları göstərən bir proqram kodudur. Amma bu icebergin görünən tərəfidir. Müasir sosial media alqoritmləri, xüsusən də TikTokun alqoritmi tarixdə yaradılmış ən mürəkkəb süni intellekt sistemlərindən biridir. Onun tək bir işi var. Səni platformada maksimum dərəcədə uzun saxlamaq. Buna engagement deyirlər. Sual çıxır. Bəs o bunu necə edir? O səni səndən daha yaxşı öyrənir. Hər dəfə sən bir videonu bəyənəndə, hər dəfə bir saniyə artıq dayanıb baxanda, hər dəfə bir şərh oxuyanda, alqoritm sənin haqqında bir məlumat, yəni data toplayır. O, sənin psixoloji profilini çıxarır. O bilir ki, sən kədərlisən, yoxsa şadsan. O bilir ki, sən hansı siyasi baxışa maliksən, hansı tip insanlardan xoşun gəlir, hansı tip zarafatlara gülürsən. Burada qorxulu olan odur ki, bu sistem səmimi deyil. O sənə xeyirli olanı yox, səni asılı edəni göstərir. Məsələn, sən TikTokda bir-iki dəfə kədərli videoya baxsan, alqoritm düşünəcək ki, Elman kədərlidir, gəl ona daha çox kədərli video göstərim. Nəticədə sən özünü daha da pis hiss edirsən. Amma platformadan çıxa bilmirsən. Çünki alqoritm sənin emosional vəziyyətini istismar edir. Bu, elmdə informasiya asimmetriyası adlanır. Sistem sənin haqqında hər şeyi bilir. Sən isə sistemin səni necə manipulyasiya etdiyini bilmirsən. Yaxşı, bunun Azərbaycan TikTokuna tətbiqi necədir? Alqoritm görür ki, bizim cəmiyyətdə radikal, şok edici, etikadan kənar məzmun daha çox diqqət çəkir. O, bu məzmunu istehsal edən insanları, yəni o transgenderlər olsun, pozğun hərəkətlər edənlər olsun, ön plana çıxarır. Niyə? Çünki onlar daha çox baxış yığır. İnsanlar daha çox şərh yazır, hətta təhqir olsa belə. Alqoritm üçün emosiyanın növü önəmli deyil. Önəmli olan emosiyanın şiddətidir və beləcə alqoritm bataqlığı daha da dərinləşir. İndi gəlin psixologiyanın dərinliyinə enək. Beynimiz niyə bu alqoritmlərə bu qədər asanlıqla təslim olur? Niyə biz bilirik ki, vaxtımızı itiririk, amma yenə də scroll etməyə davam edirik? Bunun elmi izahı dopamin hormonudur. Dopamin beynimizdəki həzz və mükafat sistemidir, belə düşünə bilərsiniz. Bir şokolad yeyəndə, bir uğur qazananda ya da sevdiyimiz insandan mesaj alanda beynimiz dopamin ifraz edir. Bu bizi xoşbəxt edir və həmin hərəkəti təkrar etməyə sövq edir. Sosial media mühəndisləri bu sistemi mükəmməl öyrəniblər. Onlar alqoritmi elə qurublar ki, o sənin beynini dopaminlə bombalayır. Məhz TikTokun o sürətli qısa videoları, yəni hər swipe sənin üçün bir mükafat gözləntisidir. Növbəti video maraqlı olacaq, yəni bəlkə gülməli bir şey var, bəlkə şok edici nəsə var. Bu gözləntinin özü beyninə dopamin ifraz edir. Buna elmdə dəyişkən mükafat sistemi deyirlər. Bu, qumar aparatlarının işləmə prinsipi ilə eynidir. Sən hər dəfə qolu çəkəndə və ya ekranı sürüşdürəndə fərqi yoxdur, qalib gələcəyini bilmirsən. Amma qalib gəlmə ehtimalı səni asılı edir.
TikTokda 1 saat vaxt keçirəndə beynin yüzlərlə kiçik dopamin dozası alır. Nəticədə beynin normal həzz mənbələrinə, yəni məsələn kitab oxumaq, gəzinti, dərin söhbət, bunlardan zövq ala bilmir. Çünki bu fəaliyyətlər yavaşdır və az dopamin verir. Beynin alqoritmin verdiyi o sürətli, yüksək dopamin dozasına öyrəşir. Bəs bunun ən böyük qurbanları kimdir? Əlbəttə ki, uşaqlar və yeniyetmələr. Onların prefrontal korteksi hələ tam inkişaf etməyib. Onların beyni dopamin lupuna daha həssasdır. Biz uşağın əlinə TikTok verəndə əslində onun beyninə virtual bir narkotik yeridirik. Bu, bəlkə də bu epizodun ən vacib sualıdır. Mən sosial mediada nəyə baxacağıma özüm qərar verirəm, yoxsa alqoritm mənim yerimə qərar verir? Bəli, biz düşünürük ki, azad iradəmiz var. Amma telefonumu açıram, TikTok'a girirəm, istədiyim videoya baxıram. Amma reallıq tamamilə fərqlidir. Biz alqoritmin bizə təqdim etdiyi informasiya filtri içində yaşayırıq. Sən TikTokda heç vaxt təsadüfi bir video görmürsən. Hər bir video alqoritm tərəfindən sənin üçün xüsusi seçilib. O sənin nəyi bəyənəcəyini, nəyə qəzəblənəcəyini səndən yaxşı bilir. O sənin diqqətini oğurlamaq üçün ən optimal məzmunu sənə təqdim edir. İndi təsəvvür edin. Milyonlarla insan eyni platformadan istifadə edir, amma hər kəs fərqli bir reallıq görür. Alqoritm insanları qruplara ayırır, onları öz filtrləri içində həbs edir. Bu bizim qərarlarımıza, baxışlarımıza, hətta siyasi seçimlərimizə təsir edir. Əgər alqoritm sənin müəyyən bir mövzuya meyilli olduğunu görsə, o sənə davamlı olaraq o mövzunu təsdiqləyən videolar göstərəcək. Sən fərqinə varmadan alqoritmin sənin üçün cızdığı düşüncə çərçivəsinə daxil olursan. Bəs yaxşı. Burada sərbəst iradədən danışmaq olarmı? Əgər sənin informasiya mənbəyin 100% bir süni intellekt tərəfindən filtrlənirsə, sən azad qərarlar verə bilərsənmi? Keçən epizodda danışdığımız normallaşma təhlükəsi də məhz buradan gəlir. Alqoritm etikadan kənar məzmunu populyarlaşdırır, çünki o daha çox diqqət çəkir. Uşaq davamlı olaraq bunu görür və alqoritmin ona sırıdığı bu reallığı normal kimi qəbul edir. Alqoritm azad iradəmizi manipulyasiya edərək cəmiyyətin dəyərlər sistemini dəyişir. Gəlin pul məsələsinə də toxunaq. Niyə bu texnologiya nəhəngləri, məsəl üçün ByteDance, Meta, Google milyardlarla dollar xərcləyib bu alqoritmi yaradırlar? Çünki onların iqtisadi modeli buna əsaslanır. Sosial media platformaları pulsuzdur. Keçən bölümlərdə də demişdik, amma bir şey pulsuzdursa deməli məsul sən özünsən. Onlar sənin diqqətini istehsal edir və onu reklamçılara satırlar. Onların məqsədi səni platformada mümkün qədər uzun saxlamaqdır ki, sənə daha çox reklam göstərə bilsinlər. Bunun üçün alqoritm sistemi səni asılı etməlidir. O sənin diqqətini oğurlamalıdır. Diqqət müasir dünyanın ən dəyərli valyutasıdır. Alqoritmlər isə bu valyutanı oğurlayan peşəkar oğrulardır. Azərbaycan TikTokunda gördüyümüz o səviyyəsizlik əslində bu iqtisadi modelin bir nəticəsidir. O insanlar alqoritm üçün sadəcə bir vasitədir. Onlar diqqət çəkir, baxış yığır. Deməli, alqoritm üçün faydalıdırlar. Alqoritm üçün etik normanın, milli dəyərin heç bir önəmi yoxdur. Önəmli olan reklam gəliridir və biz platformada vaxt keçirərək bu gəlirin formalaşmasında iştirak edirik. Biz öz köləliyimizi özümüz müəyyənləşdiririk. Keçən epizodumuzun sonunda valideynlərə ümumi tövsiyələr vermişdim. Amma indi alqoritmin necə işlədiyini anladıqdan sonra bizə daha praktik və elmi əsaslı həll yolları lazımdır. Valideynlər, başa düşürəm, narahatsız. Amma sadəcə telefonu əlindən almaq həll yolu deyil. Biz daha ağıllı hərəkət etməliyik. Birincisi, rəqəmsal savadlılıq. Uşağa sadəcə TikTok pisdir deməyin. Ona alqoritmin necə işlədiyini ki biz haqqında danışdıq, dopamin lupunu, diqqət asıllığını, ona başa düşəcəyi dildə izah eləyin. Məsələn, deyin ki, bax bu proqram səni asılı etmək üçün qəsdən belə qurulub, sənin vaxtını oğurlamaq istəyir. Uşaq problemi dərk etməlidir, sadəcə qadağanı yox. İkincisi, ümumi ailə cihazı və yaxud da hesablar. Uşağın özünün şəxsi telefonu və ya TikTok hesabı olmamalıdır, xüsusən də 13-14 yaşına qədər. Əgər baxırsa, ailənin ümumi planşetində və ya valideynin nəzarəti altında baxmalıdır. TikTok'un Family Pairing funksiyasından istifadə edin. Bu, uşağın nəyə baxdığını, orada nə qədər vaxt keçirdiyini göstərməyə imkan verir. Üçüncüsü, dopamin orucu və alternativ həzlər. Uşağın beynini alqoritmin sürətli dopamin dozalarından qorumaq üçün həftənin müəyyən günlərində, məsəl üçün şənbə günü,
Ekransız gün elan edin. Uşağa real həyatın, fiziki fəaliyyətin, mütaliənin verdiyi yavaş amma dərin həzzi hiss etdirin. Onu idmana, rəsm çəkməyə, ailəvi gəzintilərə yönləndirin. Beyninin real dopamin lupunu bərpa etməsinə kömək edin. Dördüncüsü və sonuncusu dəyərlər üzərində söhbət. Uşaqla TikTokda gördüyü o radikal videolar haqqında dürüst, etik söhbətlər edin. Təhqir etmədən. Sadəcə soruşun. Səncə bu hərəkət düzgündürmü? Düzgündürsə niyə? Real həyatda belə insanlarla dost olardınmı? Uşağın tənqidi təfəkkürünü inkişaf etdirin ki, alqoritmin ona sırıdığı saxta reallığı filtrləyə bilsin. Dostlar, və beləcə natamam qeydlərin biraz uzun, vacib 4-cü epizodunun sonuna gəldik. Biz TikTokdan başladıq, amma gördük ki, problem daha dərindir. Problem bizim rəqəmsal köləliyimizdir. Alqoritmlər bizim psixologiyamızı istismar edir, diqqətimizi oğurluyur, azad iradəmizi əlimizdən alır. Məqsədim əsla texnologiyanı tamamilə lənətləmək deyil. Sosial medianın da müsbət tərəfləri var. Amma biz fərqində olmalıyıq. Biz bilməliyik ki, biz sosial mediadan istifadə edirik, yoxsa sosial media bizdən istifadə edir. İndi mən tək başına bu kameranın qarşısında danışıram. Bu solo format hələ də mənə biraz qəribə gəlir, amma sizin dəstəyiniz, şərhləriniz mənə güc verir. Bu bizim ortaq problemimizdir. Siz bu rəqəmsal köləlik haqqında, məhz siz nə düşünürsünüz? Alqoritmlərin sizi manipulyasiya etdiyini hiss edirsinizmi? Şərhlərdə müzakirə edək. Və əgər bu epizod xoşunuza gəlirsə, kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin dəstəyiniz mənə bu dərin mövzuları davam etdirməyə imkan verir. Natavan podkastda qalın, amma dəyərlərinizi və azad iradənizi tamamlamağa çalışın. Rəqəmsal kölə olmayın. Sağ olun.